Necə yarandı kainat? Nə idi bu sonsuz boşluqda parlayan nur? Uzaqdan qum dənələri kimi görünən planetlər necə havada asılı qaldı? Nədir bu nizam pozmayan, hər şeyi öz orbitində saxlayan qüvvə? Hansı qüdrət nizamladı bu ecazkar sonsuzluğu? Hansı iradə toxundu bu mükəmməl düzənə? Sual ardınca sual. İnsan təfəkkürü bu suallarla yoğruldu. Adəm övladının zehin dünyası bu müəmmalar ətrafında formalaşdı. Tarix boyu göndərilən peyğəmbərlər bu sualların qaranlığını aydınlatdı. Alimlər elmlə, filosoflar düşüncə ilə izah etməyə çalışdı. Şairlər isə o həqiqəti sözlə, ritmlə, qəlbin dərinliklərinə toxunan dillə söylədi. Lakin cavab yalnız bir ünvanda tam açıldı. Quranda. O kitabda kainatın yaranma səbəbi var. İnsanın var olma məqsədi də orada bəllidir. Ondan öyrəndik ki, təsadüf yoxdur. Yaradan var, nizam var, həqiqət var və o yaradan Allahdır. İnsana, bu milyonlarla canlı içində yalnız ona şuur verildi. Yalnız ona düşünmək, hiss etmək, dərk etmək gücü verildi. Yalnız o, yaratma məsuliyyətini daşıdı. Bu yaradılışın ışığında söz sənəti doğuldu. Şairlər, insan ruhunun dərinliklərinə inən, onu haqla tanış edən carçılar oldu. Sözləri ilə insanı sarsıdan, oyadan, düşündürən bir qüvvə daşıdılar. Azərbaycan torpağı, xüsusilə də Qarabağ, belə söz ustalarının beşiyi oldu. Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Xurşudbanu Natəvan, Bir Möhsün Navvab, Qasım bəy Zakir kimi şairlərdən haqqı deyən, ədaləti haykıran, insanı oyadan səs yüksəldi. Və onlardan biri də Çərkəz Məcid idi. O, sadəcə bir şair deyildi. O, düşüncəni söz fırçası ilə rəsmə çevirən bir rəssam kimi, rəngi sözə çevirən bir sənətkar idi. Susqunluğu ilə belə danışan, baxışında fəlsəfə daşıyan bir insan idi. O deyərdi, bir çobanın dərdi, bəzən bir tablodakı səssizlik qədər güclü ola bilər. Çünki o, hissləri sadəcə sözlə yox, sözün rəngi, forması və sükutu ilə danışdırırdı. Onun üçün sənət sadəcə forma yox, həm də bir ruh idi və o ruh ən çox Qarabağda nəfəs alırdı. Dağların dumanı, qaya üstə dayanan evlər, əsirlərin nəfəsi. Bu və bunun kimi ifadələr onun qələmində bir misra, söz fırçasında bir rəng, qəlbində bir səs idi. Çərkəz Məcidin Qarabağla bağlı misraları sadəcə kəlmə deyildi, həm də könül sədası idi. Onun sözləri dağları dinləndirən, daşların səssizliyini duyan bir nida kimi səslənirdi. Orada dağlar danışır, daşlar dinləyirdi. Onun həyat yolu, sənətə baxışı, susqunluğu, bütünlükdə bir fəlsəfə idi.
Bu fəlsəfə ilə yaşayıb, həyatını bu amal uğrunda tamamlayanlar özlərindən sonra silinməz izlər buraxarlar və insanların qəlblərində sadəcə səs və sözləri ilə deyil, həm də səssizlikləri və sükutları ilə yaşayarlar, hətta əbədiyyətə qədər. Teşekkür edirik Səməd bəy. İndi isə səhnə musiqiçilərimizdir. Gəlin musiqiçilərimizi alqışlarla qarşılayaq. Hörmətli qonaqlar, indi isə səhnəyə qardaş Xan Əzizovu dəvət edirəm. O bu axşam bizə Dolan gəl, Anamın yuxuları, Ürəyim bir məktub yazmaq istəyir şeirlərini səsləndirəcək. Gəlin qardaş Xan bəyi alqışlarla qarşılayaq. İcazənizlə Sərkən Məcudun şeirləri doğrudan da çox gözəldir. Bütün mövzuları istəyir ana haqqında, istəyir təbiət haqqında çox bir vətənpərvər şairdir. Şairlər dünyadan köçsə də onun əsərləri yaşayır
ve bundan sonra yaşayacak. Dolan gəz, havalanır, uçan könül, bu vətən. Sənin baba oğlanındır, dolan gəz, uca dağlar, geniş çöllər, göy çömən. Aranındır, yaylağındır, dolan gəz, dağ döşündə zümrüd meşə cənnətin, tarla tarla, pambıq, zəmir, sərvətin, Füzuliyə söykənibdir qüdrətin, söz dünyası oylağındır, dolan gəz, yaxşılara yaxşılığın əyandır, hər bir işin əməlindən bəyandır, duyğullar duyduğunu duyandır, xoş əməllər sorağında dolan gəz. Sal sazımı, tariximi varaqla, keçmişindən gələcək soraqla, çərkəz, çərkəz axtar həqiqəti çıraqla, başın üstə bayrağındır, dolan gəz. Ata, anadan müqəddəs varlıq yoxdur yer üstündə. Yəqin mənim fikrimlə hamıdır Allahsız. Allah dünyadan keçən valideynlərə rəhmət eləsin, qalanlara can sağlığı. Anamın yuxuları səndən sonra sənsiz günlər başladı. Həsrət mənə tüfəngini tuşladı. Soyuq düşdü, iliyimə işlədi. Yaz nəfəsin, ana isnəm. Övlad üçün ana sözü bəyandır. Gedişinlə dünya zülmətə boyandı. Yoxluğundan ürək yandı, nə yandı? Qoy bu odla mən də yanam isinəm. Köçüm getdi, daha olmaz dönməyi. Lal dərdlərin eşidilmir dinməyi, gözlərinin körüm sönməyi, odum oldu qubarlanan sinəm. Çərkəz sənin qudağının quşudur, yurd yerinin yurtda qalan daşıdır. Yoxluğundan ruhum dondu üşüdür, sənli günə bir də dönəm sinəm. Ürəyim bir məktub yazmaq istəyir. Ürəyim bir məktub yazmaq istəyir. Görən kimə yazım, hara göndərim? Görən kim dünyada məktub gözlərir? Tapıb ünvanını ora göndərim. Yazım sözlərini dəri könlümün, yağın bir rəyin susuzluğuna, leysandan yaransın seri könlümün. Qoymayın bir qəlblə gülstan sola, sərkərdən olmaz mı görəm o məktub? Bir gün yetişərdi öz ünvanına, bir bələdçi kimi tutub qolumdan, aparar mı məni bir dost yanına? Qatardan mı düşər, təyyarədən mi? Gecə mi, gündüz mü çatar ünvana? Onun arxasınca boylanıram mən, açıb gözlərimi bütün cəhana. Ömrümü vermədim əsən yerlərə, sevgi ürəyimdir, ümid yazımdır. Mənim məhəbbətim bütün ellərə, şeirim də dünyaya məktublarımdır. İndi isə səhnəyə Davud Ağa Balayını dəvət edirəm. O bu axşam bizə Çərkəz Məcidin sözlərinə Əkbər Məcidin bəstələdiyi 2 mahnını təqdim edəcək. Uçun gəlin Adurnalar və Dünya. Gəlin onu alqışlarla qarşılayaq.
Sizler ben de salamlayıram, akşamınız xeyir olsun. Ve o gecələr üçün Əkbər müəllimə çox təşəkkür edirəm. Həm bu mahnı, sözləri, bəstəsi, hər bir şeyi təzədə, yəni həm də ki, heç məşq eləməmişik. Ona görə biz bu sürdə olsa izləşdik. Teşekkür ederim Davut Bey'e. İndi isə Solmaz xanım Kazımovanı səhnəyə dəvət edirəm. O bizim üçün bugün cavanlıq şeirini səsləndirəcək.
gedirsən, bilirəm dönməyəcəksən. Gedirsən, bilirəm dönməyəcəksən. Xəbərsiz, ətərsiz gedən cavanlıq. Bir daha ömrümdə dinməyəcəksən. Niyə tezə düşdün? Nədən? Cavanlıq. Apardın ömrümün gümrah çağları. Yaşıl ormanların, güllü bağların, ovasız, yaylaqsız qalan dağların halımı olubdu zədən. Cavanlıq. Çılğın dalğaların ləpələnməyir. Gülüşün üzümə səpələnməyir. Niyə yollarıma nur ələnməyir? Ay qəflət içində ölən cavanlıq. Çərkəzəm, sönən mən, sənsən çağlayan, sənsən parlayan. O keçən günlərə ha sevin, ha yan, istər o günləri xatırla, yadan, alma, hesabat ver, tələsmə, dayan. Ömrümdən tez düşüb, itən cavanlıq. Ömrümdən tez düşüb, itən cavanlıq. Tamam, teşekkür ederim. Bu sizin için hediyedir. Çok sağ olun. İndi isə Mikail bəyi səhnəyə dəvət edirəm. O bugün bizim üçün 2 şeir səsləndirəcək. Divani və Ne Günah. Gəlin onu alqışlarla qarşılayaq. Axşamınız xeyir olsun. Bir daha ruhu şad olsun. Mən bugün sizə 2 ruhuma yaxın şeiri oxuyacağım. Birinci şeir adı Ne Günahdır. Qısa bir intro vermək istəyirəm ki, adətən insanlar baş verən çətinliklərin günahını ətrafda axtarırlar. Amma kamil insanlar baş verən hər bir şeyin daxildən qaynaqlandığını bilir. Bir baş ki, özünü döyəcək daşa, yarılan baş olsa, daşda nə günah. Bir fağır nahaqdan düşərsə işə, iş görən əməldir, işdən nə günah. Bir hikmət öyrəndim, baxsam hayana, ömrümü hikmətlə salmışam sana. Payızda el köçər dağdan arana, azarsa malqara, köçdə nə günah. İndi ağsaqqaldır kimin yox başı, ustada ustadlıq eyləyir naşı. Yandırsa nadan quruyla yaşı, quruda nə günah, yaşda nə günah. Bu zalım dünyanın deyim neyini, hansı dərdi üstə çalım neyini. Bir xanım satırsa gözəlliyini, yanaqda nə günah, qaşda nə günah. Çərkəz halal olsun, hal əhli olsan, təmiz ömür yaşa, fanidir atsan. Soyuq baxışlardan üşüyərsə insan, payızda nə günah, qışda nə günah. Payızda nə günah, qışda nə günah. Növbəti şeir biraz qəzəl formasında yazılıb deyə mənə daha yaxındır. Divani. Hak görüb, hakdan yapışdım, canlı qurban eylədim. Hak yolunda dərd çəkənin dərdinə can eylədim. Nəfsi tərbiyədə gördüm keyfiyyət insanlığa, sir tapdım bu əməldən, xalqa əyan eylədim.
Dünya heyrətdən yaranmış, heyrətin məhsuludur. Heyrətdə heyrət görənlər həm ulu, həm ucadır. Dünya hikmət, dünya heyrət, dünya sevgi yoludur. Mən bunu görməklə ömrə, güclə imkan eylədim. Çərkəzəm, gördüm cahanda 100 yaşa çatmış çağa, hərdən aləm qibdə etmiş, imkan tapmış sarsağa. Bir səmimi qəlb içində sadə insan olmağa, tapmadım təm bir səadət, orada məkan eylədim. Tapmadım təm bir səadət, orada məkan eylədim. Teşekkür edirik Mikail Bey'e. İndi isə səhnəyə Güldən xanıma Öztürkü dəvət edirəm. O bu axşam bizə böyük şair Çərkəz Məcudun sözlərinə bəstələnmiş 2 nəğməni səsləndirəcək. Dolan gəz, durnalar gəlir olurlar. Gəlin onu alqışlarla qarşılayın. Hepiniz tekrar hoş geldiniz. İnsanların, rahmetli olan insanların arkasından şöyle söylenir. Hayatta 3 şey geride bırakmak lazım diye. Bir tanesi hayırlı ve iyi evlat. Bizim arkamızdan kalıp bizim için iyilikler yapabilecek, bizden öğrendiklerini kalan insanlar ile çok güzel evlatlar. Bir diğeri dünyaya ekilmiş ağaç fidanları diyor düşünür. Bizden sonra meyveler verecek, sebzeler verecek, doğa beslenecek, insanlar beslenecek. Ve sonuncusu da dünyasının değişmiş kişinin bu dünyadayken yaptığı eserler. Sanırım bu konuda sanatkarlar diğer insanlara göre biraz şanslılar. Çünkü yaşarken çok güzel şiirler, çok güzel şarkılar, çok güzel hikayeler yazanlar aslında hep aramızda yaşamaya devam ediyorlar. Bedenen bu dünyayı değiştirseler bile kalben, ruhen aramızda yaşamaya devam ediyorlar. Ne mutlu ki bu büyük üstad sevgili Çerkez Mecid hala günümüzde ta Kanada'da, kendi memleketinden çok uzak topraklarda hala sözleriyle yaşamaya devam ediyor. Ne kadar güzel, ne büyük bir gurur evladı için, sevgili Ekber Hocam için de çok büyük bir gurur. Benim de kendi adıma çok büyük bir gurur. Kendisiyle burada tanıştım, hocamız sayesinde tanıştım. Ve onun 2 şiirini bestelemek bana nasip oldu. İnşallah sizler de beğenirsiniz. İyi dinlemeler.
istiyoruz. Umarız beğenmişsinizdir. Müzisyen dostlarıma, büyüklerime, hocalarıma kocaman alkışlar. Teşekkürler. Hanım, size teşekkür ederiz. Çok teşekkür ederim. Ağzınıza sağlık. Nasıl söylerler. Çok sağ olun. Əziz qonaqlar, bu gözəl gecədə, bu mənalı və duyğulu gecədə bizimlə birlikdə olduğunuz üçün hər birinizə dərin təşəkkürlərimizi bildiririk. Çox sağ olun ki, bu gecə bizim yanımızda oldunuz, bu gecəni bizimlə bölüşdünüz. Ümid edirəm ki, növbəti dəfə daha gözəl, duyğulu, ədəbi və musiqili gecələrdə birlikdə olacağıq. Dünya. Bu ömür bağının yolu, beresi, biri gelesidir, biri gidesi. Ömürden tökülen günün birisi düşüp kalasıdır, biri itesi. Bu dünya bir bazar, ömür metası. Dərdində gizlənir bəzən səfası. Gücünün, varının yoxdur vəfası. Kimə kəmi tuşdur, kimə cəfası. Əzəldən belədir işi, gərdişi. Biri çüyəsi, biri bitəsi. Hey yüzə gülmək də olsa peşəsi. Kimə dərd verəsi, kimə güləsi. Könül, anla artıq gəlmisən hara. Bu sirri çoxlar yox, azlar biləsi. Bir şair Çərkəz də gəlib dünyaya. Bir şeir, bir nəğmə deyib gedəsi. Bir şair Çərkəz də gəlib dünyaya. Bir şiir, bir nəğmə deyib gedəsən.